İlk dəfə fəsəli hazırladım. Məncə ilk dəfə üçün pis deyil. Sizlər də fikirlərinizi yazın. Hardasa səhv etmişəmsə, onu mütləq yorumlarda qeyd edin. Onun üzərinə duz əlavə edirəm və iliq su ilə xəmir yoğurdum. 20 dəqiqə xəmiri gözlədirəm. 2 gündə hazırladım və nazik formada açıram. Ara qatını bolca yağladım. İstəsəniz ədviyyatlar da əlavə edə bilərsiniz. Mən bir kündəni ədviyyatlı etmişdim. O da gözəl alındı. Bu qaydada bükürəm və kündələri hazırlayana qədər 15-20 dəqiqə təkrar gözlədirəm. Tavanı möhkəm qızdırmışam, yağ əlavə etmədən təkrar kündələri belə açıb tavada tez-tez o tərəf bu tərəf çevirərək bişirdim. Tez-tez çevirmək lazımdır ki, xəmirin ara qatları da qəşəng bişsin. Məncə qəşəng alındı. Sizlər də mütləq fikirlərinizi yazın. Dəstək olmağı da unutmayın. Hələlik.